Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeyd alınıb. Bu, Premyer Liqanın 22-ci turuna təsadüf edib. Qarabağ Sabah görüşü 3-3 hesabı ilə baş çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında bir dəfə 6-6, bir dəfə 4-4, 16 dəfə 3-3 hesabı var. İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınır. Sabah tarixində 4-cü dəfə Premyer Liqa matçında məhsuldar heç-heçə edərək Kəpəz və Turana məxsus rekordu təzəlib. Qarabağ isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq bir xal qazanıb. Həmçinin bu qarşılaşma azarkeş rekordu ilə də yada qalıb. Tribunalarda 10.361 izləyici olub. Buna qədər mövsümün rekordu 12-ci turda Sumqayıt Qarabağ görüşündə qeyd alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunu 9100 azarkeş tribunalardan izləmişdi. Həqiqətən bugün çox gözəl atmosfer var idi stadionda. Çoxdandır ölkə çempionatında belə bu cür atmosfer, belə bir oyun bəlkə də görməmişdik. Oyun da çox maraqlı alındı. Düşünürəm elə əsl azarkeşlər üçün olan oyun alındı, bol qollu. Həm də fərqli 3-0, sonradan 3-3 bərabərlik. Ümumi azarkeş üçün nə görmək istəyirsə meydanda düşünürəm ki, hamısını görə bildilər. Oyunun belə bir hesabla bitəcəyini məşqçilər heyəti ilə öncədən təxmin etmişdik. Lakin təəssüf ki, 3-0 öndə olub bu üstünlüyü qoruya bilmədik. Burada Qarabağın təcrübəsi öz sözünü dedi. Son 20 dəqiqədə onlar geri dönüş etməyi bacardılar. Bu bizim üçün yaxşı dərsdir. Bundan nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənləri görə də çox üzgünəm. Bəzən çempionat oyunlarımız Çempionlar Liqası maçlarından daha gərgin və maraqlı alınır. Bugün meydanda hər şey vardı. İntriqa, dram və yüksək temp.